Yemək yemək istəmir, yeməyi seçir, lazımsız qidalar alır. Ümumiyyətlə, bu problemin çıxış yolu nədir? Ümumiyyətlə, bu problemin yaranma səbəbi nədir? Bu problem böyüklərdə necə özünü göstərir? Yəni, 40 yaşım olmasına baxmayaraq, 50 yaşım olmasına baxmayaraq, markete girdim, lazımsız abur-cuburları alıram, onlarla həz yaşayıram, onları istəyirəm. Nə baş verir? Niyə görə bizə lazım olan qidanı yemirik, faydalı olan, faydasız daha çox istəyirik? Bunun səbəbləri nələrdir? Birinci, əgər uşaq yeməyi seçirsə, bir neçə yeməyi, içində nə var, nə yox, un qatmısansa, o yeməyə, nə bilim, soğan qatmısansa yemirəm, badımcan yemirəm, nə bilim, hər hansı bir yeməyin ingrediyentini belə seçirsə, o uşağa sadəcə olaraq nəyi yaşatmaq lazımdır? Hansı dərsi keçmək lazımdır ki, ondan sonra dadını bilsin, hər şeyin dadını bilsin. Birinci travma səbəbi, yemək seçmə səbəbi, uşaq vaxtı həmin, məsələn, soğanı qovuraraq yedizdirilən zaman həmin soğanı pişirən insan, yoxsa hər hansı bir yeməyin tərkibinə qatılan göy qatılıb, nəysə qatılıb, onu hansı bir negativ enerjide yedizdirib ki, onun dadı yəni şoraltıdan silinmir. Bir negativ hadisə yaşayıb o yeməyi yeyərkən ilk dəfədən söhbət gedir. Yəni o artıq onun şoraltısında bir kod yaranıb. Ona görə o yeməyin iyi gələndə, dadı gələndə iyrənc hissi təkrar yaşayır. Şoraltıdan bu kod silinməlidir. İkinci, seçirsə əgər bir neçə yeməyi faydalı olan yemirsə, faydasız yeyirsə, bu uşağı çoxdan sıfıra endirmək lazım. Necə ki, oyuncaq seçimində yəni doymur uşaq, yeməkdə də bu cür doymayacaq, doyumsuzluq var. Onu məhrum etmək lazımdır ikinci etapda. Məhrum edirsən, birincisi aldıqlarından, ikincisi yemək istəmədiklərindən. Bu məhrum etmə bizim dediyimiz kimi, hə bugün etmirəm, qoymuram, sabah yeyəcək və məcburiyyətlə alınacaq bir şey deyil. Bunu sadəcə olaraq yeni bir davranış üçün 21 günlük təkrar və hər gün olunacaq bir terapiya sürəcində mümkündür. Biz necə ki deyirik ki, sabahdan diyetaya oturacağım. Bu da elə bir şeydir. Bugün məcburən insan şuuraltısı o enerjide olmadığı halda öz-özünü məcbur edirsə, orada faydalı yox, zərərli bir şey yaradırıq. Yəni o uşağın böyük olsa belə, onun 40 yaşı olsa, 50 yaşı olsa yemək problemi yaşayacaq. Köklü problemi yaşayacaq həmin insan. Yəni gedəcək zərərli yeməkləri yeyəcək. Necə ki uşaq vaxtı onu yaşayıbdır. Həmin insanlar hansı ki yemək daha çox zərərli və yaxud da daha çox ac qalaram deyə yeyənlər var ki, çox yeyim və yaxud da ki pulu yığım birdən ac qalaram qorxusu. Çünki nəsildən gələn acılıq travması, karması var ki, o insan da filan kəslər ac qalaraq ölübdür. Mən də çox yeyim ki, ac qalmayım, ölərəm birdən və kökəlmək isə güc tələb edir. Və güclü olmağın sübutudur. Və həmin insanlar daha çox pul yığmaq və bir neçə yerə pul gizlətməklə məşğuldurlar ki, filan yerdə pulum qutaranda filan yerdə. Necə ki, yeməyi gizlədir. İtlər necə edir? Sümüyü gizlədir ki, ac qalanda gəlim. Bir neçə yeri sümük gizlədirik. Ac qalanda gəlim, yeyim. Bu isə qıtlıq enerjisində olduğuna görə insan heç bir zaman varımdır, məndə var, pul enerjisində ola bilmirlər. O insanlar hər zaman kasıb enerjide olur. Onların nə qədər pul olsa da, yemək nə zaman olsa da, yemək üzərində hər zaman alışveriş üzərində dava olur. Yeməyi hara satdınız, yemək artıq qalır, yemək yeyilmir. Bu isə qorxudan yaranan bir problemdir. Qorxudandır ki, yemək qutarar, ac qalarıq, həmin yemək zaten alınır və heç istifadə olunmur. Birinci, uşaqları, mövzu çox o qədər genişdir ki, uşaqları bu vəziyyətə gətirmək üçün ki, yesinlər faydalı olanı, həmin uşağı birinci, hal-hazırda yediyindən yavaş-yavaş məhrum etmək lazımdır. Yəni necə? Pulum yoxdur onu almağa, pulu yoxdur, ona uşaq bunu real yaşatmaq lazım ki, uşaq orada sizin yalanınızı tutmasın.
ala bilmirəm, sonralarıq. Sonra onu yavaş-yavaş hansı yeməyi yemirsə, ondan belə məhrum edin ki, o onu arzulasın ki, o yemək olsaydı bəlkə onu yeyərdim. Onu yenə deyirəm, bu seans müddətində mümkündür. Seansın gedişatında mümkündür ki, o səviyyəyə gəlib çatan. Yenə necə ki insan kökəlir. Yeyir, doymur. Daim kökəlmək, doyumsuzluq yaranır. Necə ki onun enerjisi doğru şəkildə yeməyə odaqlanmadığına görə, eləcə də doymada, eləcə də hər şey doyumsuzdur. O insan dünya da versən xeyir yoxdur. Yenə də doymayacaq, yenə də hər şeydən doymayacaq. Yəni yeməkdən doymadığın kimi puldan da doymursan, yeməkdən doymadığın kimi aldığın əşyalardan da doymursan, daim tükətmək istəyirsən, daim tez olsun, təzə olsun və tez-təzə olan kimi müddəti bitir. Sanki hər şeyin bir müddəti var. Aldığın məsəl üçün hər hansı bir yeni bir paltar müddət, bir dəfə geyinirsə, o artıq köhnə oldu. Əgər paltarı sən daim geyinməyə çalışırsan, o işləyirsə, o paltarın enerjisi aktivdir demək. Sən artıq bir ildən artıqdır ki, sən o paltarı saxlamısan, o enerjisi dayanıbdır. Yeməkdən, uşaqlardan başladım, hara getdim. Çünki bu mövzular bir-birinə zəncirvari, bağlantılıdır. Terapiya da bir mövzunun üzərində işləyərək, yəni 21 gün biz demirik ki, uşaq yeməyə odaqlanır. Yox, bilmirik ki, bu problemin çözümü hansı yerdən gələcək, yeməkdənmi, və yaxud ki, ananın problemindən gəlir, atanın doyumsuzluğundan gəlir və şəxsiyyət pozuntularından gəlir. Yəni, bu mövzular o qədər dərindən köklən işlənməlidir ki, bir problemi həll edə bilək. Bu, orada oturmaq, seansda nə edirsiniz, nə danışırsınız. Bu cür insanlar var ki, hər şey o qədər insanlar özlərinə ələ salırlar ki, şəxsiyyətlərini, başqalarına ələ salmaqdan həzz alırlar. Seansda nə baş verir ki, nəyə lazımdır ki, seansda nə olur ki? Seansda insan gərək özünə dəyər versin ki, istənilən insana dəyər versin. Fərqi yoxdur. Yəni, o insanın özünün şəxsiyyətindən asılıdır. Onun işinə, öz işinə dəyər verməyə bacarmalıdır ki, insan başqalarının da işinə dəyər verməyə bacarsın. Yəni, seanslarımızda ümumi bu problemləri danışdım ki, şuur altıda kodlar sayəsində baş verir. Uşaqlıq vaxtından sən o paltarı ona görə gəlib, soyunub, qarmı-qarışıq atırsan, zibiliyə atdığın kimi, çünki sənin şuur altında yerləşən bir proqram var ki, sən bir dəyərsizsən, sən bir heçsən. Paltarına qarşı etdiyi o uşağın, o paltarı soyunub, hər gün dava var, yerini yığmır, evini yığışdırmır. Bu bizim qrup terapiyamızda olan mövzulardır hal-hazırdakı. Yəni, valideyn şikayət edir. Deyək ki, bu problemlər inanın ki, bütün valideynlər, bütün evlərdə var. Çünki onu valideyn olaraq mən yaşamışam, mən yaşadığıma görə uşağım da onu yaşayır. Necə? Valideyn olaraq mən yaşamışam, uşaq vaxtı paltarıma necə gəldi atmışam, səliqəsiz şkafa atmışam, evi yığışdırmaq istəməmişəm. Bunun nəyi sayəsində olur? O valideyn, qarşı tərəf valideyn, uşağa əmr edici, alçaldıcı tərzdə sən yığışdır. Hansı tərzdə sən valideynindən necə eşitmisənsə, o tərzdə də sən öz uşağına deyirsən. Bu proqram dəyişmədən gedir. O vaxta kimi ki, sən fərqinə varırsan ki, mən də belə idim, mən də bunu edirdim. Səbəb niyə? Çünki mənim anam da mənimlə bu cür danışırdı və mən onun acığına, onun istədiyini etmirdim və yaxud da o işi görmürdüm. Məndən doğru şəkildə ünsiyyət qurmadığına görə, alçaldaraq, bir heç görərək mənimlə ünsiyyətə girdiyinə görə o paltardan o əzib zibiliyə atan kimi şkafa atmağım onun hirsi idi. Ona deyə bilmədiyim içimdəki sözlərin hirsi idi ki, onunla elə davranırdım. Paltarlarımla, özümlə, özümün bir heç olduğunu, bir dəyərsiz olduğunu, bir heç nə yaramadığını ana uşağa hiss etdirəndə olur. Biz nə zaman dəyər bilirik? Məsələn, seansa valideyn deyir ki, nəyə gedirsən, orada səni məni pisləyəcəklər, onsuz da, düzdür. Bəli, burada valideynlərdən danışırıq. Burada oturan valideynin də valideynindən danışırıq. Çünki biz şuur altıda yerləşdirilən kodlar kim necə yerləşdirin dərk etməsək, onu dəyişdirməyə cəhd etməsək, günahlandırma hissi bizə heç nə vermir. Kimsə günahlandırmaqla heç nə əlimizə keçmir. Sadəcə fərqinə varırıq buradakı. Sən bunu yaşamısan, zaten də yaşadacaqsan öz uşağını. Bunun fərqində olasan, dəyişməyə başladığın anda, sən dəyişdiyin halda ailədə valideyn dəyişirsə, uşaq da dəyişir. Valideyn dəyişmirsə, hər şeyin uşağın və psixoloqun üzərinə atırsa,
heç bir nəticə olmur. Komple dəyişməyə başlamaq lazımdır və dəstək olmaq lazımdır. Köstək yox. Bu qədər. Təşəkkür edirəm.